Salam dostlar, bugün mən sizə SDLC və SSDLC haqqında danışacağım. SDLC-nin DevOps-da rolü, ümumiyyətlə SDLC nədir və onun DevOps-da rolü və SSDLC-nin DevSecOps-da rolu nələrdən ibarətdir? Bugün onlar haqqında danışacağıq. Ümumiyyətlə birinci baxaq görək SDLC nədir və bu bizə nəyə görə lazımdır? SDLC Software Development Lifecycle deməkdir. Ən çox istifadə olunur nələrdə? Proqram təminatının hazırlanması və inkişaf dövrü proseslərində istifadə olunur. Bu dövr ərzində proqramın planlaşdırılması, hazırlanması, sınaqdan keçirilməsi, istismarı və support olunması, yəni ki, dəstəklənməsi. SDLC mərhələləri hansılardan ibarətdir? Gəlin onlara nəzər yetirək. Tələblərin toplanılması və təhlili, müştərinin ehtiyaclarını anlamaq və texniki tələbləri müəyyənləşdirmək, sənədlər, tələblərin spesifikasiyası, planlaşdırma, layihənin vaxt cədvəli, resursları müəyyən edilməsi, risklərin qiymətləndirilməsi, dizayn, inkişaf, inkişafda kodun yazılması, proqramın yaradılması, bir üst qalxıram, yəni ki, dizaynda arxitekturanın və texniki dizayn yaradılması, test etmə, funksionallıq, qeyri-funksional testlərin aparılması, istismara verilməsi, proqramın istehsalı mühitinə yerləşdirilməsi, müştəriyə təhvil verilməsi və onun dostlar, texniki dəstəyi. Ümumiyyətlə, bizim dövrümüzdə artıq SDLC-dan bütün mərhələlərdə istifadə olunur. IT-də, development-də, DevOps-da, DevSecOps-da və digərlərində, yəni ki, SDLC-dan istifadə edirlər. SDLC-nin tətbiq etməyin səbəbləri. Nəyə görə biz SDLC tətbiq etməliyik? Sistematik yanaşma, SDLC proqramın hazırlanması, prosesin ardıcıl mərhələləri bölür və hər mərhələnin aydın məqsədi olur. Burada layihənin risklərinin azaldılması, keyfiyyətli məhsulun təminatı, vaxt və resurs idarəçiliyi, müştəri məmnuniyyəti, təhlükəsizlik uyğunluğu, əsas bizə lazım olan hissə, DevSecOps-a lazım olan hissə, dəyişikliklərin hazırlığı. Yəni bu proseslərə görə SDLC hökmən hər bir müəssisədə, belə deyək, lap IT-ni götürsək, IT-dən tutmuş development-ə qədər, DevOps və digər DevSecOps, hətta kiber təhlükəsizlikdə də, yəni bundan SDLC-dan tətbiq edilməyi yaxşıdır, çünki hər şey mərhələli şəkildə olur. SDLC belə deyək, DevOps-da rol nədən ibarətdir? Gəlin ona baxaq. Göründüyü kimi SDLC-nin DevOps-dan birləşməsi aşağıdakı imkanlar yaradır. Bunlar nədir? Avtomatlaşdırma, yəni ki, bizim hər hansı bir proqram təminatımız varsa, onu avtomatlaşdırırıq. Orada da yazılıb, diqqət eləsəz gör, DevOps SDLC mərhələsində test, inteqrasiya, yerləşdirmə prosesləri avtomatlaşdırır və daha da sürətli, ardıcıl buraxılışlar üçün şərait yaradır. CI/CD inteqrasiyalarında istifadə olunur. Yəni SDLC-nin monitoring və əlaqə, DevOps SDLC son mərhələsi, baxım mərhələsi, yəni deployment-də real time orada vasitələrin problemlərin daha tez aşkar olunur və düzəlir. Və keyfiyyətin artırılması, SDLC prosesi DevOps vasitəsilə daha çox çevik, interaktiv olur və bu da proqram keyfiyyətini artırır, dostlar. SDLC hansı sahələrə aiddir? İncə bu haqda danışdım, mən yenə də bu haqda danışıram. SDLC-nin əsas proqram təminatının hazırlanması ilə əlaqəli olsa da, müxtəlif sahələrdə tətbiq olunur. Proqram təminatı inkişafı, tətbiq proqramları, mobil tətbiqlər, web platformaları yaradılması və digərləri, IT layihə idarəçiliyində sistemlərin yenilənməsi, yeni xüsusiyyətlərin əlavə olunması, keyfiyyət təminatı,
test proseslərinin avtomatlaşdırılması və manual testlərin olunması, DevSecOps təhlükəsizlik testlərinin CI/CD inteqrasiya prosesləri, məlumat idarə etmə, məlumat bazalarının tətbiqlərinin hazırlanması və yenilənməsi. SDLC prosesinin həm kiçik layihələr, həm də ki, böyük müəssisə miqyaslı həllər üçün də istifadə olunur. SDLC və SSDLC haqqında danışdıq. DevOps-un əsas sütunları arasında yer alır. Hər ikisi, yəni ki, SDLC həm də SSDLC proqram təminatı inkişafında sistemli yanaşma tətbiq edir. Lakin SSDLC təhlükəsizlik aspektlərini birbaşa mərkəzə qoyur. Yəni ki, DevSecOps isə bu prosesləri daha da avtomatlaşdıraraq təhlükəsizlik CI/CD pipeline-ını bizim üçün inteqrasiyada təmin edir. SDLC belə deyək, proqram təminatının hazırlanması mərhələləri, yəni ki, bu mərhələlər haqqında danışdıq, sizlə qeyd elədik. Bir də baxaq, SDLC mərhələləri bundan ibarətdir. Planlaşdırma, layihənin məqsədi, resursun ehtiyacları və vaxt cədvəli müəyyən edilir. Tələblərin toplanması, təhlili, istifadəçi və biznes ehtiyaclarının toplanır. Dizayn, proqramın memarlıq dizaynı, texniki dizaynı hazırlanır. İnkişaf, implementation və development, yəni kodlaşdırma prosesi həyata keçirilir. Testing, yəni orada funksionallar və səhv yoxlama testləri gedir. Məsəl üçün unit testlər, orada smoke testləri olsun, integration testləri olsun. Üzr istəyirəm. Yayımlanma və yerləşdirmə, deployment, proqramın istifadəçiyə təqdim olunması və sonda belə deyək, baxım, maintenance, yəni ki, proqramın update-idir, onun supportudur, oradan çıxan problemləri haqqında məlumatların tez bir zamanda həllidir. SSDLC nədir dostlar? SSDLC Secure Software Development Lifecycle. Mənə qısa bir, heç onu oxumağa dəyməz, qısa deyim ki, SDLC-nin hər bir mərhələsinin təhlükəsiz qaydasını həyata keçirməkdir. Yəni, yenə də oxuya bilərəm sizlər üçün. Təhlükəsizliklə bağlı tələbləri müəyyənləşdirmək, təhlükəsizlik standartları, uyğunluq, compliance tələbləri erkən mərhələdə müəyyən edir. Təhlükəsizlik dizaynı, threat modeling, security architecture review kimi metodları zəifləri qarşısına alır. Təhlükəsizlik kodlaşdırma, OWASP qaydalarına əsasən təhlükəsizlik kodların yazılması, kod yoxlanılması, statik analizləri, yəni ki, bu sırf DevSecOps-a aiddir. Kodların yazdıqdan sonra SAST, Static Application Security Testing vasitəsilə analizi. İndi orada da SCA də var, orada onu da qeyd edə bilərik. Dinamik testlər, burada dinamik testlərdə həm bizdə DAS gedir, Dynamic Application Security Testing, həm də IAST var və orada da biz əlavə edə bilərik biz, demək, Container Security. DevOps-un DevSecOps-un inteqrasiyası nələrdən ibarətdir? Təhlükəsizlik alətləri SAS, DAS, SCA, digərlərində deyə bilərik. Orada DAS, orada IAST olsun, RASP olsun, orada Container Security olsun, orada Compliance as a Code olsun, orada belə deyək, Infrastructure as a Code-da olan, istifadə edilən Ansible və Terraformlarda təhlükəsizliyi orada əlavə etmək olar. Sonra left shift və monitoringlər, istifadədən sonra tətbiq davranışları izlənilir və zəifliklər qarşı tədbirlər görünür. DevSecOps-da SDLC və SSDLC-nin rolu. DevSecOps Deployment Security and Operations proqram təminatının avtomatlaşdırılmış və təhlükəsiz şəkildə çatdırılması prosesidir. Burada SDLC strukturu yaradılır. SSDLC isə bu struktura təhlükəsizlik məqsədi görür. Yəni belə deyək də, yenə deyirəm ki, çox lor dildə deyim, SDLC-nin o 7 dənə mərhələsini sadəcə SSDLC hər mərhələnin təhlükəsizliyi ilə təmin edir. Yəni elə eləyir ki, həmənki
level'lar hamısı təhlükəsiz olsun. DevSecOps isə bu prosesi avtomatlaşdırır, interaktivləşdirir və inteqrasiya edir. DevSecOps-un məqsədi, yəni həmənki məqsədə gəldik çıxdı. Təhlükəsizliyin hər mərhələyə daxil edilməsi, shift left yanaşması kimi nəzərdə tutun. Komanda əməkdaşlığının artırılması DevSec və Ops arasında, yəni belə götürür. Təhlükəsizlik zəifliklərinin erkən aşkar olunması və düzəldilməsi. CI/CD vasitəsilə kodun sürətli və lakin təhlükəsiz yerləşdirilməsi. Bu gördüyümüz DevSecOps prosesinin belə deyək, prosesi haqqında bir soram. SSDLC və SDLC DevSecOps. Yəni bu bizim SDLC-dir, yəni planlaşdırma, tələblərin toplanılması və təhlili, dizayn, inkişaf, test, yayınlanma və yerləşdirmə, baxım. Görürsünüz, bu 1, 2, 3, 4, 5 dənə mərhələ aiddir. Təhlükəsizliyin hər bir mərhələyə daxil edilməsi, komanda əməkdaşlığının artırılması, təhlükəsizlik zəiflərinin erkən aşkarlanması və düzəldilməsi. Və sonda da təhlükəsizliklə bağlı tələblərin müəyyənləşdirilməsi, təhlükəsizlik dizaynı, kod yoxlanılması və dinamik testlər. SDLC tools proqram inkişaf üçün hansılardan istifadə edirik? Planlaşdırma, Jira, Trello, yəni ki, siz öz planlaşdırırsınız orada bəlkə indi artıq siz bunlardan istifadə edirsiniz. Mən təkrar üçün istifadə etməyənlər, bilməyənlər haqqında deyim. Tələblərin toplanması, təhlili, görürsünüz, orada Notion-dur, orada Draw.io-dur. Yəni ki, onlardan bir dizayn yaradırsınız. Tələbləri toplandığı yer, qeydiyyatlarını aparırsınız, dizaynını düzəldirsiniz. İnkişaf, development. Hansılardan istifadə edilir? Git, GitHub, GitLab, Bitbucket, Visual Code Studio və digər ideyalar istifadə edirlər. Test mərhələsi. Test mərhələsində kod yazandan sonra biz onu belə deyək, QA-lər və yaxud da ki, hər hansı bir developer onun üçün bir test etmək üçün bir unit testlər yazır. Onlardakı onu QA da yaza bilər, developer da yaza bilər, amma indiki dövrdə QA-lər yazır. Çünki developer yazıq neynəsin? Həm otursun kod yazsın, sonra da otursun bir dənə də kod yazsın. 8 saat, təsəvvür 8 saat kod yazır, təzədən oturub 4 saata da bir unit test yazır ki, o kodu yoxlasın. Yəni ki, o da ona yük düşür axı həm də. Burada Selenium'dur, JUnit'dir, Testing NG'dir, Postman'dir, API-ləri testlər üçün. Yayımlanma və yerləşdirmə. Jenkins, GitLab, CI/CD, Docker, Kubernetes. Baxın, burada Datadog, Prometheus, Grafana, burada option monitoring kimi, yəni ki, nəzərdə tutulub. SSDLC toollar hansılardır bu mərhələlərdə? Dragon, Microsoft Threat Modeling Tool, təhlükəsizlik tələbləri. Təhlükəsizlik dizaynı, OWASP Threat Dragon və digərləri. Kod yoxlanılması, artıq bu haqqında məlumatımız var. Hansı proqram təminatlarından istifadə edirsiniz? Yəni, burada görürsünüz, qeydiyyat aparıblar. SonarQube, Checkmarks, Fortify, VeriCode, mən əlavə edeyim, Synopsys, Snyk, sonra digərləri çoxdur da, yəni ki, mən belə sadalanmam çoxdur. Dinamik testlər hansılardır? OWASP, Burp Suite, AppSpider və NetSparker. Mənbə kod analizləri. Snyk, Black Duck, White Source, yəni bunlar nə edir? Mənbə kodlarını yoxlayır. CI/CD təhlükəsizlik inteqrasiyaları. GitHub Actions, Snyk, GitLab Security, Dashboard, Jenkins, Aqua Security. Runtime hansılardır? Yəni ki, biz onları runtime'da yoxlayırıq ki, nələr baş verib. Aqua TV, Syzdich, Security və Falco və Vazux. Sonra bulut əsaslı təhlükəsizlik DevSecOps daxilində AWS Inspector, Guard Duty, yəni ki, bunlar AWS təhlükəsizlik zəifliklərinin yoxlanması üçün vacibdir. Yəni ki, bulut texnologiyalarından istifadə
eləyən mütəxəssislərimiz var. Yəni onlar üçün bu çox vacibdir. Düzdür, biz də hərdən istifadə edirik. Yəni ki, yəni onlara da vacibdir. Siz də bilməlisiniz. Ümumən hamı bilməlidir. Azure Defender, Security Center, yəni ki, Azure aid olan bir şeylər, Azure aid olan bir şeylərdir. Google Cloud Security Scanner görürsünüz. Sonra nəticə ilə SDLC alətləri əsasən funksionallığı və layihənin idarəçiliyinə fokuslanır. SDLC alətləri isə həmin mərhələləri təhlükəsizlik təbəqəsi əlavə edir. DevOps bu toolları CI/CD boru kəmərləri vasitəsilə inteqrasiya eləyir. İndi gəlin mən həmişə bu dərsləri keçəndən sonra çalışıram ki, onu lower dildə sizə başa salım. SDLC-nin sadə bir variantını, yəni ki, bir göstərəcəm sizə. Nədir? SDLC proqram hazırlanması üçün addım-addım bir plandır. Yəni əvvəlcə nə hazırlayacağımızı düşünürük, sonra plan qururuq, proqramı yazırıq, yoxlayırıq, sonda istifadəyə veririk. Sonra da lazım olduqca düzəlişlər edirik. Çox sadə. İndi gəlin bunu real olan həyatda nəsə bir tutuşturaq. Yəni ki, fərqi baxaq. Bu sanki bir yeməyə bənzəyir. Bişirmək kimidir. Nə bişirəcəyimizi seçirsiniz, reseptini hazırlayırsınız, ərzaqları yığırsınız, bişirirsiniz, dadına baxırsınız, süfrəyi verirsiniz və sonra boşqabları yuyursunuz. Yəni SDLC budur dostlar. Yəni bunun çalışın ki, hansı sahədə olduğunuza asılı olmayaraq SDLC tətbiq etmək çox gözəl bir şeydir. Onda metodologiyaları var. Agile'dır, Waterfall'dur. Yəni ki, bunlar haqqında danışmıram. İndi onların öz mütəxəssisləri var. Yəni düzdür, onlar haqqında da biz bilməliyik. Yəni ki, bunu tətbiq eləsəz, sizin proqram təminatı daha keyfiyyətli, daha təhlükəsiz şəraitdə olacaq. Yəni ki, mən deyim ki, yəni ki, həqiqətən də baxacaqsınız ki, sizin yoxsa deyilib bu proqramı sən yaz, bunu sən yaz, bunu sən elə deyil. Planlı şəkildə olmalıdır hər şey. Addım-addım, hissə-hissə planlı şəkildə olmalıdır. Yoxsa bir proqram qoyurlar ortaya, bilmirsən kim hansını nə, hansı mərhələ, dizayn mərhələsindədir, yoxsa orada hazırlama mərhələsindədir, bu test mərhələsindədir, bilmirsən də, başa düşürsünüz. Yəni ona görə də hökmən SDLC-ni tətbiq etmək lazımdır dostlar. Həm developmentdə, həm IT-də, həm DevOps-da, həm DevSecOps-da. Çox sağ olun. Nə suallarınız olsa yazın. Çalışacağam sizə cavablandırım. Dərslərimiz davam edəcək. Hamınıza təşəkkür edirəm.